Artıq bazarlarda qarpız yavaş-yavaş görünməyə başlayıb. Tərəvəz dükanlarının önündə o tanış qırmızı rəng, o şirinliyi yayın gəlişinin ən gözəl işarəsi. Hər il bu vaxtlar insanlar qarpızı sevinclə alır, evə gətirir, ailə ilə birlikdə yeyir. Amma bugün sizinlə çox vacib bir mövzudan danışacağıq. Elə bir mövzu ki, əksər insanlar bunu ya bilmir, ya da bilsə belə ciddiyə almır. Qarpız bəzi şəxslər üçün sadəcə zərərsiz bir yay ləzzəti deyil. Düzgün istifadə edilmədikdə ciddi sağlamlıq fəsadlarına zəmin hazırlaya bilər. Hansı şəxslərə qarpız tövsiyə edilmir? Niyə? Tibb bu barədə nə deyir? Bütün bu suallara bu videoda ətraflı, elmi əsaslarla cavab verəcəyik. Başlamadan əvvəl isə bir xahiş, əgər kanalımıza hələ abunə olmamısınızsa, indi abunə olun. Çünki hər həftə bu kanalda sağlamlığınıza birbaşa təsir edən, həyat keyfiyyətinizi yüksəldən məlumatlar paylaşılır. Bəlkə bu video bugün sizin üçün aktual deyil, amma ailənizin, dostunuzun, yaxın birinin həyatına toxuna bilər. Zəngi aktivləşdirin, heç nəyi qaçırmayın. İndi isə mövzuya keçək. Birinci qrup tip 2 diabet xəstələri. Qarpız glikemik indeksi yüksək meyvələr sırasında yer alır. Bu o deməkdir ki, qarpız qəbul edildikdən qısa müddət sonra qan şəkərini sürətli şəkildə artırır. Diabet xəstəsi üçün isə nəzarətsiz qan şəkəri uzunmüddətli fəsadların əsas səbəblərindən biridir. Bir stəkan qarpızda təxminən 9 qram natural şəkər var, lif miqdarı isə cəmi 1 qramdır. Lif qan şəkərinin tədricən qalxmasına kömək edir. Amma qarpızda lif az, şəkər isə nisbətən çoxdur. Bu balans diabet xəstəsi üçün əlverişsiz bir tablo yaradır. Xüsusilə böyük miqdarda istehlak edildikdə risk daha da artır. Bununla belə, qarpız diabet xəstəsi üçün tamamilə qadağan sayılmır. Mütəxəssislər qeyd edir ki, az miqdarda yanında zülal mənbəyi, məsələn pendir və ya kəsmiklə birlikdə qəbul edilsə, qan şəkərinin sıçrayışı müəyyən qədər cilovlana bilər. Əsas olan bu qərarı öz başına deyil, həkimin tövsiyəsinə əsasən verməkdir. Şəkər xəstəliyi olan hər bir şəxs qarpız mövsümündə mütləq öz müalicə həkimi ilə məsləhətləşməlidir. İkinci qrup böyrək xəstəliyi olanlar, xüsusilə dializ mərhələsindəki pasiyentlər. Qarpızın tərkibinin 92% sudur. Sağlam orqanizm üçün bu böyük bir üstünlükdür. Susuzluğu aradan qaldırır, orqanizmi serinlədir, metabolik tullantıların xaric edilməsinə kömək edir. Lakin böyrək funksiyası zəifləmiş şəxslər üçün bu maye yükü ciddi problem yarada bilər. Böyrək xəstəliyinin müəyyən mərhələlərində günlük maye qəbuluna məhdudiyyət qoyulur. Bu məhdudiyyəti nəzərə almadan yenilən bir dilim qarpız, xəstənin günlük limitini fərqindən olmadan aşmasına səbəb ola bilər. Məsələnin daha ciddi tərəfi isə kaliumdur. Qarpız kalium mineralı baxımından zəngindir. Sağlam böyrəklər artıq kaliumu asanlıqla xaric edir. Lakin böyrək funksiyası zəifləmiş şəxsdə kalium qanda toplanmağa başlayır. Hiperkalemi adlanan bu vəziyyət ürək ritmini ciddi şəkildə poza bilər. Ağır hallarda isə həyati təhlükəyə yol aça bilər. Dializ pasiyentlərinin bu riskə qarşı xüsusilə həssas olduğu bilinir. Ona görə böyrək xəstəliyi olan hər bir şəxs qarpız istehlak etməzdən əvvəl mütləq nefroloqu və ya diyetisyeni ilə məsləhətləşməlidir. Üçüncü qrup ürək çatışmazlığı və ağır ürək-damar xəstəliyi olanlar. Ürəyin pompalama funksiyası zəiflədiyi hallarda orqanizmdə maye toplanmağa meyil güclənir. Bu vəziyyət müşahidə edilən xəstələrdə ayaqlarda şişkinlik, nəfəs darlığı və ümumi hal pozulması kimi əlamətlər özünü göstərir. Qarpızın yüksək maye tərkibi bu klinik mənzərəni daha da ağırlaşdırma potensialına malikdir. Bundan əlavə, ürək-damar xəstəliyi ilə diabetin müşayiəti tibbi praktikada tez-tez rast gəlinən bir birləşmədir. Belə hallarda qarpızın həm şəkər yükü, həm də maye yükü eyni anda iki ayrı problemi bir arada yaradır. Bu qrupa aid olan şəxslərin kardioloqu ilə məsləhətləşmədən qarpızı sərbəst istehlak etməməsi güclü şəkildə tövsiyə olunur. Dördüncü qrup öd kisəsi xəstəliyi olanlar. Öd daşı diaqnozu olan şəxslərdə böyük miqdarda qarpız istehlakı öd kisəsinin fəaliyyətini stimullaşdırır. Bu stimullaşma isə öd daşı olan xəstədə ani ağrı krizinə, tibbi dillə biliar kolikaya yol aça bilər. Xüsusilə ac qarına və ya qısa müddətdə çox miqdarda yenilən qarpız bu riski daha da artırır. Öd kisəsi ilə bağlı probleminiz varsa, mövsüm gəldi deyə düşünmədən qarpıza əl atmayın. Əvvəlcə mütəxəssisinizlə məsləhətləşin, sonra qərar verin.
5-ci qrup xroniki yuxu pozğunluğu yaşayanlar. Bu qrup çoxlarını təəccübləndirə bilər. Lakin tibbi baxımdan bu məsələ olduqca real və əhəmiyyətlidir. Axşam saatlarında qarpız qəbul edən şəxslər gecə boyunca tez-tez tualetə getmək məcburiyyətində qala bilərlər. Bunun səbəbi sadədir. Qarpızın yüksək su tərkibi böyrəkləri gecə boyu aktiv saxlayır. Gecə tez-tez oyanmaq isə dərin yuxu mərhələsinə keçməyə imkan vermir. Uzun müddətdə bu yorğunluq diqqət zəifliyi və immunitet çatışmazlığı kimi problemlərə gətirib çıxara bilər. Xüsusilə yuxusuzluqdan əziyyət çəkən, axşamları rahat yata bilməyən şəxslər üçün axşam saat 6-dan sonra qarpız istehlakı tövsiyə edilmir. Mütəxəssislər qarpızın gündüz saatlarında, xüsusilə nahar vaxtı qəbul edilməsini daha düzgün hesab edirlər. Qarpız hamıya olmaz dedik, bəs kimlərə olar? İndi isə xoş xəbər. Sağlam böyrəkləri olan, qan şəkəri normal səviyyədə olan insanlar üçün qarpız yayın ən faydalı meyvələrindən biridir. Aktiv həyat tərzi keçirən, idmanla məşğul olan şəxslər üçün qarpız xüsusilə tövsiyə olunur. Çünki intensiv fiziki yükdən sonra orqanizmin itirdiyi maye və elektrolitləri bərpa etməyə kömək edir. Uşaqlar üçün də qarpız əla bir yay qidasıdır. Həm sevindirir, həm serinlədir, həm də vitamin verir. Qan təzyiqi normal olan sağlam böyüklər, hamiləliyi ağırlaşmasız davam edən qadınlar, qocalıqda ümumi sağlamlığını qorumaq istəyən yaşlılar. Bütün bu qruplar üçün qarpız dəyərli bir meyvədir. Tərkibindəki A vitamini görmə sağlamlığını, C vitamini isə immunitet sistemini gücləndirir. Likopin adlanan antioksidant birləşmə isə bəzi xərçəng növlərinin riskini azaltmaqda müsbət rol oynaya bilər. Qarpız həm də kalorisi aşağı bir meyvədir. 100 qramında cəmi 30 kalori var. Bu da onu çəkisini nəzarətdə saxlamaq istəyənlər üçün ideal seçimə çevirir. Nəticə etibarilə xroniki xəstəliyi olmayan, sağlam həyat tərzi keçirən hər bir insan üçün qarpız yayın ən qiymətli nemətlərindən biridir. Yalnız ölçüyə riayət edin, mövsümündə yeyin, qalanı orqanizminiz üçün xalis xeyirdir. Bütün bu məlumatları eşitdikdən sonra təbii olaraq bir sual yarana bilər. Elə isə qarpız zərərli meyvədir. Xeyr, əsla. Qarpız A vitamini, C vitamini və güclü antioksidant xüsusiyyəti ilə tanınan likopin birləşməsini ehtiva edir. Sağlam orqanizm üçün mövsüm boyunca qarpız istehlak etmək həm faydalı, həm də zövqlüdür. Sadəcə bu videoda qeyd etdiyimiz qruplardan birinə aiddirsinizsə, qərarı özünüz verməyin. Həkiminizlə məsləhətləşin, miqdarı nəzarət altında saxlayın. Sağlamlıq heç vaxt diqqətsizliyi bağışlamır. Bu kimi vacib məlumatları vaxtında bilmək isə bəzən çox böyük problemlərin qarşısını ala bilər. Videomuzu bəyəndinizsə bəyən düyməsini sıxın. Hələ abunə olmamısınızsa indi tam zamanıdır. Bu kanal sizin və sevdiklərinizin sağlamlığı naminə çalışır. Növbəti videomuzda görüşənədək sağ olun.